Mən məsləhət görərəm ki, belə bir formalı götürəsiniz. Bunu həm evdən idarə etmək rahatdır bu formada. Bunu tavsiye eləmirsiniz. Tavsiye eləmədiyinizin Bunu səbəbi deyək, bəli, sensor. bunu hər səfərində bu formada yəni biraz səbir lazımdır ki, aşağı yuxarı bəli. etməyə. Amma buradan knopkayı çevirmək Buradan bəli rahatdır. daha rahat olduğu için bunların daha Plus kullanışlı olduğunu bunların söylürsünüz. funksiyonallığı daha genişdir. Bəli. Termostatın evdəki görünüşü bu formada görsənir, yəni işıqlanması. Termostatın əsas özəllikləri nədir? Termostatın səhv göstərmə ehtimalı yoxdur. Yəni bunun özünün üzərindən tənzimləməsi var və həm döşəməni, həm də otaq temperaturunu hər ikisini eyni anda istifadə edə bilirsiniz. Yəni məsəl üçün döşəməyə qoymusunuz 35 dərəcə, ev isinməsə belə döşəmə 35 dərəcədən yuxarı qalxmaz. Yəni bu da nədir? Laminat olan, qranit olan və yaxud da ki parket olan isti döşəmələrdə onları qorumaq üçün ki istilik çox qalxmasın. Plus olaraq və nəyi var? Hətta belə informasiya gedib düzgün şəkildə çatmasa, termostatın özünün son olaraq belə qoruyucusu var ki, onu da ayarlayırsınız limitini məsəl üçün 40 dərəcə və yaxud 45 dərəcə. Döşəmə 45 dərəcəyə çatdıqda belə termostatik bir dəfəlik olaraq istiliyi dayandırır. Ortaya sual çıxacaq ki, uşaq gəldi, söndürdü, yandırdı və yaxud da ki dərəcəni dəyişdi. Təbii ki, bunun da önləmi var.